Bizim o özel televiziyada 3 saat, 4 saat vaxt verdiyimiz verilişlər var. Bax, onlar pozub. Onlar yetişdirib o qızları. Yalan orada, əxlaqsızlıq orada. Dəfələrlə deyilib. Bir dənə mən hələ ziyalı ekspert o verilişlərdə görməmişəm. Tamamilə. Bir dənə xalq yaradıcısını görməmişəm. Bir dənə xalq, nə bilim, şairini görməmişəm. Üzr istəyirəm, elə adamlar çıxır, əxlaqdan danışır. Adama baxırsan ki, bu ömrü boyu bir qaynaniyə, qaynatıya hörmət edən adam deyil. Bu heç öz anasını saymır. Bu çıxır ora. Mən indi hüquqşünasam, bir tərəfini də deyim. Mən bəzən elə orada hüquqşünas adından çıxıb, elə bir əxlaqdan danışan adamları görmüşəm ki, halbuki o adamların özləri məndə cinayət işləri olub. Və mən o cinayət içində görmüşəm ki, bu adam nələr eləyib və bu gün o çıxır, hər birimizin evinə daxil olur televiziya vəsitəsi və xalqa əxlaq nümayiş elətdirir ki, bu belə olmalıdır. Bizim yazıq uşaqlar neynəsin? Qabağına açır, TikTokda həmin adam çıxır. Televizorda həmin adam çıxır. Deyir, elə yağın belə olmaq lazımdır. Bəs bunun qarşısını almaqdan ötürü neynəyək? Bu da bir... Valla bunun qarşısını, bunu birisi dəfələrlə yazmışıq. Bunu cəmiyyət olaraq yenə deyirəm ki, özümüz düzəlməliyik.